Hər kəs salam. Bu günləri 12 addım reabilitasiya mərkəzində imtahan günüdür. Bizim peşəkar komandanın, yəni şəxsi inkişaflarıdır, işlə bağlı olan inkişaflarıdır və bizim mərkəzdə olan pasientlərə düzgün yanaşmalarıdır, düzgün informasiyalar ötürməsi üçün biz hər zaman, yəni belə deyək də, həm fərdi olaraq onlarla söhbətlər aparıram, həm imtahan olaraq ki, daha keyfiyyətli iş görək. Və qeyd eləmək istəyirəm ki, bizim, yəni 12 addım reabilitasiya mərkəzinin komandanın uşaqları həm vicdanlıdırlar, həm də işlərində peşəkardırlar. Özünə inan və bil ki, səndə hər şey alınacaq. Ola bilsin sən mükəmməl deyilsən ya da həmişə bəxtin gətirmir. Amma bil ki, əgər sən öz gücünə inanmasan, bunu sənin yerinə heç kim etməyəcək. Səhvlərin olacaq, çətin anların olacaq, amma sən qalxacaqsan. İnsanlar sənə bacarmazsan, vaxtını boş yerə sərf edirsən deyəcəklər. Amma onlara sənə hakim olmağa imkan vermə. İçindəki inam